Son günlər mənə ünvanlanan suallar var və bu sualların oxşarlıqları çox böyükdür və daha çox talışları maraqlandıran odur ki, Rza Pəhləvinin hakimiyyətə gəlməsi onlara necə təsir edəcək və bəzi adamlar da soruşur ki, Şah Rza Pəhləvi Azərbaycandakı talışlara kömək edəcəkmi? Əvvəla onu deyim ki, Rza Pəhləvinin hakimiyyətə gəlməsi hələ mövzu deyil. Yəni bu hələ Amerikanın heç tam dəstəyini qazanmayıb. Yəni burada tələsmək lazım deyil belə düşüncələri qapılarkən. İkinci məsələ, yəni bizə xeyri, bəli, haqlı sualdır, belə bir sual düşündürən sualdır, amma kömək məsələsində biz bu düşüncələrdən çəkilməliyik. Yəni kömək, siyasətdə kömək məsələsi yoxdur. Siyasət yəni demokratiya, insan haqları ilə maskalanmış çox praqmatik bir oyundur. Yəni bu maskanın arxasında praqmatik bir məsələ yatır. Sənin regionda toplum olaraq gücün nədir və regiondakı digər güclərlə sənin ortaq maraqların nədir? Yəni bu gün əgər İranda hakimiyyət çevrilişi baş verəcəksə, bura qərb qüvvələri gələcəksə, burada bizi düşündürən bu olmalıdır. Yəni bunlardan bizim ortaq marağımız nə ola bilər? Və yaxud da bizim bunlar qarşısında əsl gücümüz nədir? Yəni ki, daha doğrusu onların qarşısında yox, onlarla uzlaşaca biləcək gücümüz nədir? İlk növbədə biz talışlar Azərbaycanın içində güc qazanmalıyıq. Gücümüz var, yəni bu pis deyil. Azərbaycanda yəni özümüzə görə çox yaxşı bir gücümüz var və bunun tarixi əsasları var. Amma ikinci məsələ budur ki, biz daha da güclənməliyik. Yəni bu regional gücləri və hətta qlobal gücləri cəlb edəcək qədər inkişaf etməlidir. Və baxın, Qərb əgər İrana gələrsə, İranda demokratik və yaxud da monarx rejim qurularsa, burada bizim çox böyük xeyirlərimiz ola bilər. İlk növbədə İrandakı məsələ, İrani məsələ bundan ibarətdir ki, qərbə meyilli olacaq. Yəni burada əgər İranda rejim dəyişilərsə, İslam rejimi dəyişib qərbə meyilli rejim olacaqsa, burada Azərbaycan və Türkiyənin önəmi ciddi dərəcədə azalacaq. Türkiyənin yenə də önəmi qalacaq coğrafi mövqeyinə görə, bu heç, amma azalacaq. Azərbaycanın mövqeyi tamamilə itəcək. Yəni ki, Azərbaycan hakimiyyətinin mövqeyinə gedir. Azərbaycanın yenə də regional gücü qalacaq. Və burada əsas İranda demokratiya qazanılarsa, əsas milli güc kimdir? İrançılıq gücüdür, farslardır və İranilərdir, İrançılıqdır. Yəni İrançılıqla farslığı da eyni qarışdırmayın. Yəni bəzi farslar var ki, İrançıdır, bəziləri var ki, farsçıdır. Bunlar da ayrı-ayrı qollardır, amma İrançıların gücü İranda daha güclüdür. Və əgər İran demokratik ölkə olacaqsa, bunun gücü qərblə uzlaşacaqsa, yəni qərblə əlaqələri genişlənəcəksə, Azərbaycanda artıq türkçülüyün önəmi sıradan çıxmağa başlayacaq. Azərbaycanda türkçülük lazımsız bir hərəkata çevriləcək. Çünki türkçülüyün önəmi bu günə qədər Azərbaycanda ondan ibarətdir ki, İrandakı bu İslamçı rejimə təsir etsin. Yəni parazit bir mövqedən istifadə edirdilər bunlardan. Türkçülüyün heç bir qurucu əhəmiyyəti yoxdur. Yəni demokratik İran cəmiyyəti qurulandan sonra türkçülərin ortada heç bir əhəmiyyəti qalmır. Yəni bunların heç bir iqtisadi qurucu prosesləri yoxdur, bir lazimiyyəti yoxdur. Və hətta Azərbaycanda hər hansı bir iqtisadi proses yoxdur, hər hansı bir qurucu bir proses yoxdur. Milli proses ancaq talışlarda gedir. Türkçülük isə dağıdıcı bir prosesdir. Yəni kiməsə düşmən olaq, kimsə dağıdaq, gedək hər hansı tutaq, kiməsə zülm verək, kimisə dalını dubinka soxaq. Yəni türkçülük budur. Talışçılıq isə qurucu bir prosesdir. Yəni quraq, insanların həyat səviyyəsini artıraq, qabağa gedək. Və bu həm İranın tarixi əsaslardan, İran Demokratik Respublika olacaqsa və ya da Rza Pəhləvinin əlinin altında bir monarx rejimə çevriləcəksə, İranın maraqlarını cəlb edəcək. Baxacaq ki, qardaş, talışları sərf eləyir ki, bunlar demokratik bir qüvvə istəyir, qərblə yaxınlaşmaq istəyir. Bizə də sərf eləyir ki, Azərbaycanda öz gücümüz olsun, demokratik qurucu bir millət olsun və ikinci məsələ, bunlar həm də bizə tarixi olaraq yaxındırlar. Yəni talışlar həm İrana bu halda həm tarixi bir yaxınlığı bir olan xalq kimi olacaq. Çünki biz İranın
İrandan çıxmış bir ölkə olmuşuq. Talış xanlığı İrandan ayrılıb çıxmış bir ölkədir. Rusiya dağıdana qədər. İkinci məsələ də biz qurucu demokratik qüvvəyik. Belə və Azərbaycanda hər kəsdə təsirimiz var, hər kəs qabağında da hörmətimiz var. Yəni Talışların bu gələcək rejim və yaxud da demokratik qüvvələrlə əməkdaşlığı baş verə bilər və bu bizə çox böyük perspektivlər vəd edir. Amma və lakin burada bir şey yadda saxlamaq lazımdır. Biz güc olmalıyıq və bütün gücümüzü ancaq bir məsələyə qoymamalıyıq ki, bu məsələ baş verəcək, bu senari olacaq və biz də burada iştirak edəcəyik. Yox. Belə bir şey yoxdur. Dünyada heç kimə, heç nədən heç nə vermirlər. İkinci məsələ, dünyada hər şey belə riyazi məsələ kimi həll olunmur. Vəziyyət hər an dəyişə bilər, hətta bizim ziyanımıza da dəyişə bilər. Və bunu idarə etmək üçün nə etmək lazımdır? Güc olmaq lazımdır, işləmək lazımdır, iş görmək lazımdır. Amma kömək edəcəklər, falan edəcəklər, bu haqda ümumiyyətlə düşünməyin. Bizə heç kimin borcu yoxdur nəsə kömək eləsin. Və yaxud da bizim borcumuz yoxdur kiməsə kömək eləyək. Yenə deyirəm, bu maraqlar qarşılıqlı maraqlardır. Qarşılıqlı maraqlar olmalıdır. Əgər məsələlər qarşılıqlı deyilsə, bir tərəflidirsə, bu bizim ziyanımıza işləyəcək bir şeydir. Bizə belə şey ümumiyyətlə lazım deyil, çünki sonda bizim əleyhimizə yönələcək bir proses olacaq. Bu məsələlər həmişə qarşılıqlı olmalıdır.